Rüfət müəllim, sizinlə davam edirik. Belə bir sual vermək istəyirdik. Allaha yaxınlaşıb çatmaq olurmu? Yəni biz nə vaxtsa deyə bilərikmi, Allaha yaxınlaşıb çatmışam, kifayətdir. Allah Resulü sallallahu aleyhi ve sellem bir hadis-i şərifində buyurur ki, qorxun müminin fərasətindən, çünki o Allahın nuru ilə görür. Ariflərdən biri buyurur ki, əgər mümin Allahın nuru ilə görürsə, ariflər isə baxdıqlarını Allahla baxarlar, Allahla görərlər. Uca Rəbbimiz bir hədis-i qüdsüdə buyurur ki, qulum mənə bir addım gəlsə, mən ona 10 addım gələrəm. O mənə 10 addım gəlsə, mən ona yürüyərək gələrəm. O mənə yürüyərək gəlsə, artıq mən onda olaram. Onda olduğum zaman onun görən gözü, tutan əli, eşidən qulağı, danışan dili olaram. Yəni, o artıq nə danışarsa mənimlə danışar. Buradan yola çıxaraq, həqiqətən də bir qul bəndə Allahı gözəl zikr edərsə, Allahı gözəl xatırlayarsa, məcazi olaraq, Allaha addım olaraq, qaçaraq, yürüyərək gedərsə, hər nə qədər addım atacaqsa, onun daha çoxu Allahdan gələcək. Hər nə qədər Allaha doğru istiqamət götürəcəksə, onun daha çoxu Allahdan olacaqdır. Bu baxımdan biz Allaha yaxınlaşmağa cəhd göstərəcəyik. Allah bizə yaxın olduğunun pərdəsini qaldıracaq. Biz Allaha yaxınlaşmaq üçün istiqamət götürəcəyik. Allah bizə yaxın olduğunu hiss etdirəcək. Çünki əgər bir halda ki, Allah bizə şah damarımızdan yaxındır, bizdən yaxındır, qalan nə olur? Qalan bir dənə bizim o zülmət pərdələrini qaldırıb, o bizə yaxın olan Rəbbimizi görməyimiz olur. Bunun üçün də qarşımızda mübarək Quran-ı Kərim vardır. Allaha yaxınlaşma vasitələrindən biri Quran-ı Kərimdir. Çünki Allah Resulü buyurur ki, dəmir mis paslandığı kimi insanın qəlbi də paslanar. Quran oxumaqla o pası aradan qaldırın, qəlblərinizi cilalayın. Biz Quran oxumaqla qəlbimizi paslarını, kirlərini, çirklərini təmizləmiş oluruq. Və qəlblərimizin çirki pası təmizlənirsə, o ilahi təcəllini hiss etmiş oluruq. Biz Allahı zikr etməklə, onu nə qədər zikr edirsə, ona o qədər yaxınlaşmış oluruq. Çünki Allah Resulü'nün tövsiyelərində buyurulur ki, Ramazan ayı gəldiyi zaman iki şeyi mütləq edin. Bunlardan biri istiğfar, Allah'tan bağışlanmaq diləmək, biri də Allah'ı zikr etmək, la ilahe illallah zikrini çox demək. Digər iki şey isə bizə tövsiyə olunur ki, Allah'tan cənnət istəmək və cəhənnəmindən uzaq durmaq, cəhənnəmindən uzaqlaşmaq. Bunun üçün də Uca Rəbbimiz bu ayda gözəl şəkildə Allah'ı zikr edən, gözəl şəkildə Allah'a şükür edən, gözəl şəkildə qulluğun şuuruna, qulluq etməyin, fərqində olmağın şuuruna girməyi nəsib etsin ki, biz bu işlərin içərisində Allah Resulü'nün buyurduğu, siz bildiyinizə əməl edin, bilmədiyiniz isə Allah öyrədər. Biz az ibadətimizlə qeyrət edək, Allah çox olanın qapısını bizə açar. Allah razı olsun, çox sağ olun.